Bayaqlarsa mən investorlar bölümündə, D bölümündə yazmışdım ki, deyəcəm, yadınızdadısa. Demişdim ki, adamlar ev alırlar, adamlar banka gedib pul qoyurlar, oradan pullarını götürürlər. Məsələn, 50.000 manatlıq, yəni orta evdən danışıram da, tutaq ki, bir otaqlı bir ev almışsan, yaxud ki, biraz kənar yerdə 2 otaqlı bir ev almışsan, 50.000 manata, bir ev almışsan, bir yox, 5 dənə ev almışsan, pulun var. 5 dənə ev almışsan, 250.000 manat pul vermişsən. Və bu evləri verirsən kirayəyə. 50.000 manatlıq evi durub 1000 manat aylığa getməyəcək. 200-ə getsə yaxşıdır, amma mən elə şişirtmişəm, 300 manat yazmışam. Oturduğun yerdə hər aysa kirəkeşlərdən 1500 manat pul gəlir. Yaxşı puldur, düzdür dostlar? Yük daşımırsan, şələ daşımırsan, gedib qapılar döymürsən. Amma bu 250.000'in yox daxı gedib 5 ev alasan. 250.000'ə 5'in yox bir ev alıb 1500'ə yox laf 3000'ə verərsən kiraya. Bu 250.000 yox daxı. Düzdür dostlar? Bunun alternatifi nədir? Bunun bizim işdə alternatifi. Hər direktor qrupu sənə pasiv gəlir qazandırır. Necə o evdən alarsan pul, arenda verdiyindən alarsan pul, burada da direktor qrupuna görə şirkət sənə pasiv gəlir yatırdar. Boğazım gedir, düzdür? Danışıram, bura zəhmət çəkirəm, zəhmətsiz iş yoxdur. Bunun zəhmətidir, direktor qrupundan qanarar alırsan. Və bunu sən məsləhətçi vermir. Bunu bayaq ki, 50 manat mükafatlandırmaya pul yatırdan şirkət verir. Yəni biz kiminsə cibindən pul almırıq. Biz çox halal bir biznesdəyik. Hər direktor qrupuna görə sən bir evdən gələn minimum, bir evdən gələn gəlir qədər pasiv gəlir qazana bilərsən.